Britaniya imperiyasını düşündükdə adətən əsgərlər, gəmilər və uzaq koloniyalar gözümüzün önünə gəlir. Amma səhnənin arxasında başqa bir qüvvə də var idi: bankirlər. 17-ci əsrdə Londondakı qızılçılar sadəcə pul saxlamaqla kifayətlənməyib, kredit verərək və investisiya edərək müasir bank sisteminə çevrildilər. 1694-cü ildə İngiltərə bankı quruldu. Əsas məqsəd Fransaya qarşı müharibələri maliyyələşdirmək üçün hökumətə böyük məbləğdə pul vermək idi. Zəngin bankirlər dövlət istiqrazlarını alaraq öz şəxsi kapitalını imperiyanın motoruna çevirdilər. Bankirlər yalnız müharibələri maliyyələşdirməklə kifayətlənmədilər, onlar ticarət və kolonizasiya üçün də kapital verdilər. Şərqi Hindistan şirkətinə dəstək verərək ordular, gəmilər və ticarət məntəqələrinin saxlanmasına imkan yaratdılar. Onlar həmçinin transatlantik qul ticarətində rol oynadılar, qarğıdalı, şəkər və pambıqdan gələn gəlirlər Britaniyaya geri axdı və daha çox genişlənməni maliyyələşdirdi. 19-cu əsrdə London dünya maliyyə mərkəzinə çevrildi. Britaniya bankları xarici hökumətlərə kredit verdi, qatarlar, limanlar və teleqraf xətləri quraraq imperiyanın infrastrukturunu yaratdı. Birgə müəssisələr, istiqrazlar və sığorta kimi maliyyə yenilikləri sayəsində Britaniya böyük risklər götürə bildi və qlobal üstünlüyünü əsrlərlə qorudu. Beləliklə, Britaniya imperiyası yalnız generallar və dənizçilər tərəfindən yaradılmadı. Bankirlər imperiyanın mümkün olmasını təmin etdi. Britaniya yalnız dünyanı fəth etmədi, onu maliyyələşdirdi.